El-İmam Ebu Hanife El-Nu'man ibn Sabit. Böyük imamıydı Ebu Hanife rahimullah və onun tələbələri, onun davamçıları, onun bir neçə sözlərini bizə rəvayət eləyirlər. Və bunların hamısı, bu sözlərin hamısı, İmam Ebu Hanife rahimullahın sözləri hamısı bizə nəyi göstərir? Tabeçiliyin, hədisə tabi olmağın vacib olmasını və imamların sözlərinə, rəylərinə təqlid etməyin tərk olunmasını bizə öyrədir. Yəni, baxın, Əbu Hanifə rahimullah deyərdi ki, İzə sahhəl hədithu fəhvə məzhəbi. Deyərdi ki, əgər hədis səhihdirsə, mənim məzhəbim odur. Əgər hədis səhihdirsə, mənim məzhəbim odur. Həmçinin Əbu Hanifə rahimullah deyərdi ki, Lə yəhillu li əhədinə ən yəxudu bi qavlinə mə ləm ya'ləm min əynə əxadnəhu. Deyərdi ki, yəni bizim dəlili hardan götürdüyümüzü bilməyincə bizim sözümüzü götürmək bir kimsəyə halal deyil. Yəni baxın, yəni biz bu sözü hardan qaynaqlanmışıq? Bizim dəlilimiz nədir? Bizim sübutumuz nədir? Bunu bilməyincə bizim sözümüzü götürmək bir kimsəyə halal deyil. Və həmçinin Əbu Hanifə rahimullah deyərdi ki, Haramun alə mən ləm ya'rif dəlili ən yufti bi kələmi. Və Əbu Hanifə rahimullah deyərdi ki, mənim dəlilimi bilməyincə mənim sözümü fətva vermək haramdır. Mənim dəlilimi bilməyincə mənim sözümü fətva olaraq gətirmək, mənim sözümü bir məsələdə yekun söz olaraq, fətva olaraq qeyd etmək haramdır deyərdi. Və həmçinin Əbu Hanifə rahimullah deyərdi ki, فَإِنَّنَا بَشَرٌ نَقُولُ الْقَوْلَ الْيَوْمَ وَنَرْجِعُ عَنْهُ غَدًا. Deyərdi ki, biz bəşərik. Biz bəşər övladıyıq. Yəni, biz məsum deyilik. Biz xətaya, günaha düşürük. Biz bugün bir sözü deyirik, sabah ondan qaydırıq. Biz bugün bir sözü deyirik, sabah ondan qaydırıq. Və həmçinin Əbu Hanifə rahimullah tələbəsi Əbu Yusufə deyərdi ki, Vayhək ya Yaqub. Deyərdi ki, ey Yaqub, vay sənin halına. Lə təktub kullu mə təsmə'u minni. Məndən eşitdiyin hər bir şeyi yazma. Fə inni ərə rə'yəl yevmə və ətrukuhu qadən. Və ərə rə'yə qadən və ətrukuhu bə'də qadin. Mən bugün bir rəyi görürəm, üstün görürəm, sabah onu tərk edə bilərəm. Və mən sabah bir rəyi üstün görə bilərəm və sabahdan sonraki gün mən onu tərk edə bilərəm. Yəni, bu sözlər hamısı, yəni, görürsünüz ki, böyük imamın Əbu Hanifə rahimullahın sözləri insanları təqliddən və bir məzhəbə təəssübkeşlik etməkdən qadağan edən sözlərdir. Və həmçinin Əbu Hanifə rahimullah deyərdi ki, İzə qultu qavlən yuxalifu kitaballah və xabarar Rasuli sallallahu aleyhi və səlləm fətruku qavli. Əgər deyir ki, mən bir söz deyərəmsə və mənim bu sözüm Allahın kitabına və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müxalif olarsa, mənim sözümü tərk edin. Mənim sözümü tərk edin. Yəni, bu sözlər, Əbu Hanifə rahimullahın bu sözlərini bir neçə alimlər, İbn Abdülbər, həmçinin Hənəfi məzəbindən olan İbn Abidin və Salih el-Fəllani və İbn Qeym rahimullah və digər alimlər bu böyük imamın sözlərini bizə nəql ediblər.